Qurbanlar ancaq şəxsi ilaha təqdim edilən qida yeyəcək və içəcək, qoxu, heyvan və insan kimi təqdimlərdən ibarət olamaz. Çünki qurban sıx-sıx bir həyat varlığının sonlandırılmasında sehirli tərzdə, büyülü tərzdə məhsuldarlığı və həyat gücünü gerçəkləşdirməlidir. Qurban ancaq ilahi məmnun etmək üçün yox, bu insanüstü, fövqəltəbii bir varlığı, gücü, ilahı məmnun etmək üçün yox, əksinə onunla, yəni qurbanla ilahların insanlara sehirli gücü hədiyyə edə biləcəyinə də inanılır. Du ut des, yəni mən sənə verirəm, sən də mənə ver məntiqi. Yəni dini, kültik məqsədli ola biləcəyi kimi sehirli məqsədlər üçün də ilahi güclərə qurbanlar təqdim edilir. Qurbanın bu sehirli mənası, ələlxüsus bu Almanca Bote kəlməsində güc icra edən məna qazanır və ilah gücü üçün qurban objesi mənasında işlədilir. Bitkilərin, heyvanların və insanların ilk məhsul qurbanı ancaq bu təqdir və şükür qurbanı deyil, bilakis məhsuldarlığın sehirli bir növ qarantiyası üçündür.